heç bir xərçəng anadan övlada südlə keçmir. Günel xanım sanki həmişə kimisə sağaltmaq üçün tələsir. Mən sağlam olmadığım təqdirdə heç kimə lazım deyiləm. Bəli, Çünki bir yerdə reallıq budur. kimlərsə yükəm bir növ. Hər bir xəstəliyin kökündə bir neqativ güc dayanır. Deyirəm ki, baxın, gedin güzgü qabağında dayanın və birinci özünüzdən üzr istəyin. Özünüzü bağışlayın. Hamiləliyin ilk aylarındaydı və xərçəng olduğunu siz ona dediniz. Orada onun verdiyi sual var idi ki, uşağım sağ qalacaqmı? Heç mi görünmədi bunun evindəki süd vəzinin durumu? Heç mi görünmədi ki, süd vəzindən iyi gəlir? Heç mi görünmədi ki, süd vəzi birindən birinə nisbətdə çox kiçilib ya da çox böyüyüb? Heç mi görünmədi nekroz olub qaralıb? Heç mi görünmədi oradan qan fışqırır? Heç mi görünmədi onun alt paltarında bir ləkə var? Salam, xoş gördük. Düz podkastı izləyirsiniz. Yenə mənim Navidə İsayeva. Bu gün sizlərə çox maraqlı mövzudan danışacağıq. Bütün qadınlarımızı bizi sona qədər izləməyi tövsiyə eləyirəm və əminəm ki, izləyəcəksiniz. Çünki bu gün burada qadınlarımıza yönəlik çox gözəl mövzunun müzakirəsi olacaq. Həmçinin sizə ötürəcəyimiz çox gözəl pozitiv bir enerji olacaq. Çünki qonağımın gəlişi bunu əvvəldən ehtiva edir. Bu gün mənimlə birlikdə mənim çox sevimli mamoloq, radioloqum və əvvəlki podkastlarımızdan da izlədiyiniz bir çox qadınların da tanıdığı Günel xanım Qəmbərova mənimlə birlikdədir. Çox maraqlı mövzularımız olacaqdır. Günel xanım, xoş gəlmisiniz. Xoş gördüm sizi təkrar. Çox sağ olun. Mən də sizi xoş gördüm. Çox sağ olun dəvətiniz üçün. Həqiqətən darıxmışdım. Yəni sizlə belə deyək, tərəf müqabilə olmaq və sizin podkastına iştirak etmək həqiqətən mənim üçün şərəfdir. Var olasın Navidə xanım. Təşəkkür edirəm. Keçən podkastdan o qədər qəşəng bir aura, enerji qalmışdı. Həqiqətən məndən o qədər insanlar deyirdi ki, soruşurdular hətta ki, Günel xanımla siz əvvəldən planlamışdınızmı mövzunu yoxsa? Hətta oxşatdılar ki, qohumsuzmu, sizin yaxınlığınız varmı? Deyirəm ki, vallahi Günel xanım mənim çox sevdiyim bir xanımdır, daimi izlədiyim bir var. Mən sizi həkim kimi, peşəkar həkim kimi, çünki 17 il tibb universitetində dərs demişsiniz, tələbələr yetişdirmisiniz. Yəni bu sahəyə kifayət qədər tövhələri olan, güvənlə izləyə biləcəyim bir insan kimi izləyirəm. Bu bir tərəfidir. Amma bir də tam bir qadın olaraq izləyirəm və baxıram ki, Allah nə qəşəng, nə gözəl. Yəni izlədikcə də özüm enerjini alıram da, bu çox gözəl bir şeydir. Mənə də xoş ki, az da olsa bəlkə sosial şəbəkələrdən, bəlkə WhatsApp durumlarından bir xoş enerji ötürə bilirəm. Bu mənə həqiqətən sevincdir, çünki çox geri dönüşlər alıram bundan bağlı. Həm direktlərdə yazırlar, WhatsApplarda yazırlar, sosial şəbəkələrin hamısında ya kommentlərdə ki, doktor, sadəcə olaraq sizdən pozitiv enerji alırıq və bir nə qədər xəstəm olub ki, bir çox xəstəm ki, doktor, biz gəlirik müayinəyə, Allah qorusun, xərçəng olsa belə o sözü sizdən eşitmək istəyirik, çünki sizin enerjinizə inanırıq da. Yəni o sözü demək birisi nə böyük bir yəni mesaj ötürməkdir mənə və mənə nə qədər bir məsuliyyət artırmaq deməkdir. Yəni işimə də təbii ki, öz durumuma da, xəstələrə ötürəcəyim enerjiyə də nə xoş mənə. Mən hər zaman sizlə keçən dəfə danışanda dedim ki, sizin işin çox çətin tərəfidir bir xanıma o xərçəng olduğunu demək, yəni bunun özünün psixoloji olaraq bir ağır tərəfi var. Amma mən ondan razıyam ki, onu baxır necə ötürmək lazımdır. Bəlkə elə bir şəkildə deyilir ki, insan həqiqətən bundan qorxuya düşür. Amma bəzən də mən əminəm ki, siz elə şəkildə onu elə qaydada deyirsiniz ki, o insan bir təsəlli tapır ki, demək ki, bir çarəsi olacaq, demək ki, bir ümid var deyə. Lazımdır ki, sənin qapına gələn ümid qapısı bilib sənin qapını. O ümid qapısını üzünə bağlamaq olmaz. Və bugün axı xərçənglə bizim mübarizəmizdə artıq xərçəng ölüm hökmü demək deyil. Xərçənglə çox gözəl mübarizə yollarımız var, çox gözəl diaqnostik müayinələrimiz var və tam erkən mərhələlərdə xərçəngin aşkarlanması, hətta ən irəli mərhələlərdə belə xərçəngə qarşı müalicə yöntəmləri və müayinə yöntəmləri o qədər dəyişilib ki, bugün artıq biz xərçəng görəndə inandırım onu belə çox sıradan bir xəstəlik kimi baxırıq. Çünki hər zaman deyirəm, xəstəlik insan üçündür. Bu gələcək insana, amma bunun da artıq dərmanı da var, dəvası da var. Yetər ki, sən pes etmə, sən məğlub olma, sən məyus olma, sən həkimə inan, sən ailənə inan, sən səni yaradan Allaha inan, sən özünə inan. Bunlar o qədər bir yerdə vəhdət halında olmalı, bir harmoniya olan bir bağ olmalıdır ki, bir insan tək həkimə gəlməyənə şəfa tapa bilməz. Yəni burada mütləq şəfanı verən Allahdır, mütləq şəfanı verə vasitəçi həkimdir, amma onun əsas qayğısını, dayağını, arxasını hiss edə biləcəyi bir ünvan olmalıdır. O da onun ailəsi və ən yaxın dostları olmalıdır. O dəstək ailədən gəlməlidir. Mütləq şəkildə ailədən gəlməlidir. O qadınlar ki, biz daha çox məğlub olduqlarını görürük, onlar ailə dəstəyi az görürlər, həyatullaşandan dəstəklərini az görürlər. Amma mənim nə qədər pasiyentim var ki, hətta ximioterapiya, kimyəvi dərman terapiyası aldığı müddətlərdə onların saçları töküləndə onların yoldaşları da onlarla saçlarını bərabər qırxmışdı, öz saçlarını. Uşaqlar da öz saçlarını qırxmışdılar ki, mama təzədən çıxacaq o saçlarını. Biz də bir yerdə saçımız çıxar. Yəni bu bilirsiniz çox böyük bir adımdır və qıraqdan çox asan bir film kimi gəlir bizim bu izahatımız, amma bunu yaşayan eyni qədər ailələr var, amma yaşaya bilməyən də ailələr var. Həqiqətən də
ailədən geri dönüşlər doğru almayanlar, yoldaşlar tərəfindən tərk edilənlər var, doğru bir qaynana və ana qayğısı görə bilməyənlər var, ümumiyyətlə anası olmayanlar var. O qədər çətin müddətləri, o etapları keçənlər var, amma son zamanlar daha çox ailə qayğısını hiss edirəm və bu məni çox sevindirir. Mən əminəm ki, çünki o sevinc, o geri dönüşlər sizin özünüzdə o qədər əks olunur ki, siz onu bir də pasientlərə ötürə bilirsiniz. Günel xanım, yaxşı bir məqama toxundunuz. Həqiqətən əslində mən də onun tərəfdarıyam və bilirəm, əminəm ki, ailədən dəstək, qayğı görəndə xanımlar daha çox sağalırlar, daha tez sağalırlar. Bunun psixoloji tərəfi var təbii ki. Və mənə nə maraqlıdır? Bizim qadınlarımız bu ailədən dəstək falan öz yerində, bir də zaman olaraq nə zaman həkimə üst tuturlar? Həkimə daha çox xəstə olanda mı gəlirlər? Məsəl üçün sizin yanınızda sırf xəstə müddətində mi gəlirlər, yoxsa artıq sağlamlıqlarını qorumaq üçün öncədənmi gəlirlər? Bu da vacibdir yəqin ki. Bu sualı mənə 5 il qabağa qədər versəydiniz, deyərdim ki, hamı gedişir. Bugün həyatda çox adam gedişir. O sözü deyərdim. Amma bugünkü dövrdə bax, belə bir podkastlar, media verilişlərinin olması, sosial şəbəkələrdə həkimlərin inanılmaz aktiv olması, pasientlərlə həkimlərin dialoqlarının artıq həkim xəstə kimi yox da bir qadına və ya bir bəy qadına olan normal bir dostcasına münasibətlərinin artması və belə deyək, sosiallaşmağımız, yəni həkimlər artıq bir kabinetdə deyil, artıq daha bir sosial bir varlıqdılar, daha çox sosial bir peşə sahibidirlər. Bunlar artıq və bizlərin danışdıqlarından artıq maariflənən insanların sayı çoxdur. Təbliğat nəticəsini verib deyək ki. Təbliğatın bəli, nəticəsində bizə gələn pasientlər deyək ki, gün ərzində əgər 10 nəfər qapımızı açırsa, bunun 4-ündə 5-də xərçəng var o öz yerində, amma 4-ü 5-i mütləq şəkildə doktor sadəcə sizin sosial şəbəkədə izlədim, baxdım ki, mən müayinəyə gəlməliyəm, mən nəyə axsadıram, niyə özümü sona saxlayıram deyən qadınlarımız da var və özləri gəlirlər heç bir şikayət olmadan bütün müayinələrini də keçirlər və bir dəfə də düşünmürlər ki, mən pul xərclədim. Bilirsiniz, Namilə xanım, vaxt var idi, insanlar həkimə gedəndə bəlli bir məbləğ xərcləyirlər. Təbii ki, yəni klinikanın şərtləri var, klinikanın ödənişləri var və bunu sanki qonşusuna yapılmış kimi, yəni biraz özlərinə qarşı egoistcəsinə olurlar. Qıymırdılar. Yəni inan ki, toya çatırlar, İraq evlərdə yasa çatırlar, saça, başa, geyimə, uşağa, övlada, onun məktəbinə, təhsilinə bir özlərinə gələndə bəlli bir məbləğ sanki olmamış kimi və bir üsyankarcasına, bəs mən müayinədən keçdim, məndə niyə heç nə yoxdur deyə hayqıran qadınlar var idi. Yəni sən şükür eləməkdən ki, səndə heç nə yoxdur. Yəni sən nəyə görə deyirsən ki, və yoldaşlara deyirdi ki, bu qədər pul xərclədim, heç nə səndən çıxmadı. Bunu eşidirdik biz qadınlardan, xanımlardan, qızlardan. Çox təəssüf. Əlbəttə çox təəssüf, çox belə qəribə baxırdıq onlara ki, yəni bu insan özündə xərclədiyinin fərqində deyil ki, öz sağlamlığından. Nə yaxşı ki, bugün falan həkim mənə dedi ki, sən sağlamsan. O sözü hər kəsə Allah qismət eləsə, amma təəssüf ki, hər kəsə qismət olmur. Əslində sən sağlamsan sözü hər kəsə qismət olmur. Biz bugün cəmiyyətə də, siz işinizdə də, mən işimdə də, mən övladımın da yanında, mən ailəmin də yanında, mən məni sevən insanların yanında, dostlarımın yanında sağlam olmalıyam. Mən sağlam olmadığım təqdirdə bu sözün nə qədər acı olsa da heç nə lazım deyil. Çünki bir yerdə kimlərsə yükəm bir növ. Yəni əlbəttə bu cavan yaşlarda olanda, daha çox sənin faydalı iş həmsallığın tüğyan elə biləcəyi reproduktiv yaş dönəmində olanda sənin qırılman gör nə qədər ailə və dost dəyərlərini, dəyər deməyim, yəni onlarla keçirə biləcəyin gözəl illəri və anları sən artıq təxirə salırsan. Çünki mənim dəfələrlə olub ki, Namilə xanım sözü qoyub sözə keçirir. Yəni bu əslində çox bir dərin bir mövzudur. Xoşdur. Dəfələrlə olub ki, pasientlərimizə bunu demək efirdə heç doğru bir şey deyil. Bəzən o qədər pasientlərimizlə çox yaxın oluruq. Hətta özlərinin cibinə bir 50 manat, 100 manat imkanımız olduğu təqdirdə vermiş onlara ki, get uşağınla bulvarda gəz, onunla bir xatirə yığ. Bunu xəstəyə bəzi vaxtlar biz deyə bilməmişik ki, səndə sona yaxınlaşırıq. Səndə gedişmirsən həyata. Bunu birbaşa demək olmur, amma biz dolayısıyla onu çatdıra bilirik ki, amma gec şəkil çəkdir uşağından bulvarda, ona bir xatirə qalsın. Pambıq al, ona bir bəlkə nəsə al, oradan bir dondurma al və onunla bizə şəklini çək və ya da bir yerləncəkdə. Biz onu görək ki, sən doğrudan da getdin. Yəni zaten çünki sənin bütün maddi mənəvi hər bir zamanın da pulunda xəstəliyinə gedirəm, uşağına ayıracaq artıq büdcən çatmır. Çünki o büdcənin üzərinə büdcə qoyub dərman almasan, kimyəvi dərman preparatlarını almasan, bunları biz yaşayırıq və hər həkim olaraq bunu görmək və bu anları bölüşmək çətindir. Yəni doğrudan çətindir. Bu sizin işinizin görünməyən tərəfidir. Bu bizim kadr arxa sistemimiz. Və Günel xanım, siz o qədər həmişə ancaq pozitiv tərəfi belə deyək ötürürsüz, yaxşı tərəfini ötürürsüz insan
insanlara. Təbii ki, bunun yaxşı tərəfi var, amma bax insanlar bu tərəfi biraz əsirgədirlər, yəni kənarda qalır. Təbii ki, bir insanın siz deyirsiniz o xatirələri toplamaqda, mənə görə bir insanın yaşadığı xatirələri qədərdir. Nə qədər yaşayırsan sualını versələr, mən cavab verirəm ki, nə qədər xatirəm varsa o qədər. Məncə də ailə ilə keçirilən vaxt xoşbəxt olduğu vaxtların önünü belə deyək, uzatdıqca insan o qədər yaşamış olur. Və bu dəqiqə indiki dövrdə belə bir şey var. Mən çox təəssüf edirəm ki, həkimlərə qarşı bir aqressiya var, bilirsiniz. Mediada da var, cəmiyyətdə də var. Sanki həkim hər şeyi borcudur, vəzifə borcudur, amma cəmiyyətdə müəllim liderdir, bu gün cəmiyyətdə həkim liderdir, bu gün müəllim bıçaqlanır, həkim güllələnir, bombalanır. Yəni artıq çox təəssüf. Qısa bir misal. Amma baxın, nəyi demək istəyirəm? Həkimin də görünməyən tərəfi Günel xanımın dedikləridir. Yəni elə vaxt olur ki, ona elə bir şey eləyir ki, həkim onu çıxıb demir. Amma bunu biz tibb səhiyyə içində olduğumuza görə Günel xanım danışır, bilirik, ətrafımızdakı həkimlərdən bilirik. Yəni mən hər zaman vurğulayıram ki, həkimlərə aqressiya yox, həkimlərə sevgi göstərməlidir ki, bizim cəmiyyətimiz sağlam olsun. Çünki bizim sağlamlığımız sizdən gəlir. Siz bizim sağlamlığımızı qoruyan. Ona görə nə gözəl ki, bu tərəfləriniz var. Bunları da demək lazımdır. Reklam xatirinə yox. Yəni o aqressorluq biraz yatışsın deyə, biraz keçsin deyə insanlar bilsinlər ki, əslində həkimlərin mediada görünməyən tərəfləri də var, yəni. Adicə dünən mən yol gedəndə sadəcə bir mikrofonum da yox idi yaxamda. Yəni maşında rol arxasındaydım arabamda və sadəcə olaraq Aşura günü haqqında, yəni məhəllə ayı haqqında bir qısa bir çəkiliş elədim. İnanın ki, ona o qədər geri dönüşlər oldu. Yəni həm bu dedilər ki, biz zaten həkimləri sosial mediada görürük, sosial səhifələrdə. Təbii ki, burada reklam xarakteri var. Yəni biz orada müəyyən bir şeyləri belə deyək, təqdim edirik, başa salırıq, maariflə. Amma ki, siz hər mövzuda və hətta gəlib Aşura haqqında da deyək ki, yəni harsa özünüzün başa düşdüyünüz və qəbul etdiyiniz şəkildə izah eləməniz və mən orada yazmışdım ki, gəlin uşaqlarımıza da bu günləri aşılayaq. Yəni həyat tək bu uşaqlarımız üçün telefondan, partidən, diskotekadan, gəzməkdən, əyləncədən, xarici görməkdən ibarət deyil də. Yəni bir də kökümüzə gedəcəyik, bir də ürfümüzü, adətlərimizi tanımalıyıq. Bunları da mən orada paylaşdıqda gördüm nə qədər adam geri dönüşlədi ki, doktor, siz cəmiyyətdə tanınansınız və kifayət qədər də izləyici kütləniz var. Bu mövzuya toxunmanız bizə o qədər xoş gəldi ki, siz deməli bundan da bir məsəl. Bizim də yadımızdan çıxan tərəflər vardı. Sizdən sonra fikirləşdik gedib biz də aş bəkə bişirək, bəlkə biz də bir hədiyyə bişirək. Yəni demirəm mən nəsə etdim, amma təsadüfi paylaşımla, yəni içindən gələn bir paylaşım belə insanlarda xoş bir geri dönüş oldu və bir daha başa düşdüm ki, biz izlənilirik və atdığımız hər bir addımda, danışdığımız hər bir sözdə, istər bu tibbi söz olsun, istər ailə uşaqla bağlı olacaq bir addımımız və ya sözümüz, bəlkə bir videomuz olsun və ya da ki, ümumiyyətlə cəmiyyətə bugün lazım olan mesajı ötürə biləcəksə, burada çox diqqət olmalıyıq ki, çünki səni izləyən təbəqə var və orada gənclər var. Gənclər səndən pis örnək götürməsin, çünki artıq mən nə qədər desəm gəncəm, amma gənci yaşım keçmişəm də ortaya. Məncə siz saxlayırsınız o gəncliyi, ruhunuz cavandır ona görə. Çünki o qədər həqiqətən pozitiv ötürürsünüz, o ruhunuzda olmasa onu ötürə bilməzsiniz, yəni. Günel xanım, sözü çəkir mövzudan mövzuya keçir. Mən düşünürəm ki, amma yenə də maraqlı olacaq, amma mən bir məsələ maraqlıdır. Misal üçün biz xanımlardan danışırıq, çünki sizin işiniz xanımlarladır, süd vəzidir, müayinələrdir və s. və ilaxır. Mənə maraqlı olan bir şey var. Bəlkə də biraz emosional tərəfi olacaq məsələnin, amma bilmək istəyərdim. Məsələn, müayinəyə gecikən qadınların ən çox işlətdiyi hər hansı bir cümlə varmı ki? Varmı? Kəşki vaxtında gələrdim. Ən çox bunlar deyilir və gözlər dolur, nitq susur, otaqda bir sükut yaranır və o sükutu da icazə verəm o sükut yaransın. Çünki bir anda insan öz-özündən onda üzbəüz gəlir və mən nə edəcəm sualları gəlir ona. Bax, bunu mən dedim sizin gözünüzdə oldu. Düşünün ki, və hər gün bu şeyi eşidən həkimlər var, bu şeyi, bu mənzərəni görən auditoriya var və hərdən mən ümumiyyətlə köməkçimə deyirəm ki, sən uşaqkən nə qədər şey gördün burada. Yəni bunları yaşamaq da oradan da biraz çətindir. Bütün qadınların dediyi bir şey var. Kəş ki mən vaxtında əlimə düyün gəlməmiş gələrdim. Kəş ki televizorda həkimlər danışanda yenə də bunlar danışır, yenə də xərçəngdən danışır və yenə də falan bir şeydən danışır deyib kanalı çöndərməyəydim. Kəş ki sosial şəbəkədə izləyəydim. Kəş ki biz orada bəzən paylaşırıq Namilə xanım və deyirik ki, siz də bu mesajları və ya da postları paylaşın, siz də bir can xilas edin. Bunu elə belə söz gəlişi və əzbərləyici bir
hansı bir şairin şeiri şablon demirik olaraq də. demirik yəni bunu. Yəni ola bilər ki, hə bu gün sən keçmirsən müayinədən hər şey qaydasında da, ailəndə çox şükür hər şey qaydasında, amma bəlkə bizi izləməyən, amma sənin izləyicin, sən paylaşsan sənin izləyicin onu görə bilər və bəlkə də kiməsə bilmədən sən xeyir etmiş olarsan, bilmədən beyninə şuur altına yerdə bilərsən ki, bu müayinə keçsin və ya da anasını götürsün, müayinə gətirsin. Bu gün gənc xanımlar həyata gec gələndə çox da təəccüb etmirəm, amma yaşlı qadınlar həyata gec gələndə, gecişəndə, müayinəyə gec gələndə mən övladlarımda günah görürəm. Birinci özümdən götürürəm. Deyirəm mən axı uşaq olanda mənim anam əlimdən tutub aparırdı axı. Hər ay o vaxt poliklinikaya aparardılar da. Müayinələrə. Hər ay aparardılar müayinələrə. Hər ay bizim çəkimiz, boyumuz kontrolda olardı, peyvəndlərimiz vaxtı-vaxtında olurdu. Valideyn burada af-uf demədən bizi aparıbdır. Əlimizdən tutub məktəbə aparıb, universitetə yola salıb. İndi bizim borcumuzdur o valideynlərin əlindən tutub ana sənin müayinə vaxtındır. Ana xəbərin varmı sən mammoqrafiyadan keçməlisən? Ana xəbərin varmı sən ginekoloji müayinələrini eləməlisən? Xəbərin varmı falan testlərini eləməlisən? Ana bilməyə bilər. Çünki ananın dövründə bu sosial şəbəkə yox idi. Ananın dövründə bu internet resursları yox idi. Ananın dövründə bu qədər informasiya çoxluğu yox idi. Tibb də bu qədər inkişaf eləməmişdi. İnkişaf etməmişdi və bu qədər həkimlər göz önündə yox idi ananın dövründə. Yəni bəlli bir həkimləri tanıyırlar. Falan klinikada falan kəs məşhurdur deyə bir 3-4 nəfəri tanıyırlar. O da bəlli bir yəni ya cərrah olardı, ya terapevt ya ola bilərdi. Amma indi tibbin sahələri də çoxdur, tibbin müayinələri də çoxdur, müayinə yönəlmələri çoxdur və bizim borcumuz bir övlad kimi anaları vaxtında müayinəyə gətirməkdir. Onlar gecişəndə həqiqətən bir otaqda başıma bir qaynar su tökülür ki, qadın heç mi görünmədi bunun evindəki süd vəzinin durumu, heç mi görünmədi ki, süd vəzindən iyi gəlir, heç mi görünmədi ki, süd vəzi birindən birinə nisbətən çox kiçilik və ya çox böyüyüb, heç mi görünmədi nekroz olub qaralıb, heç mi görünmədi oradan qan fışqırır, heç mi görünmədi onun alt paltarında bir ləkə var. Yəni bu qədər biganəlik varmı yəni qızımı, gəlinimi və ya da heç mi görmədi onun həyat yoldaşımı. Yəni bu qədər buna mən cahil deyilməyim. Qadınlar bizi birisi Namilə xanım, mən bunu hər zaman bütün anaların əllərindən öpürəm, öz anamda başlamaqla, amma öz anama hər zaman dediyim bir iradə var, amma siz bizi niyə bu qədər fədakar böyütmüsünüz? Siz bizi, çünki özləri fədakar olublar. Ən axırda özlərini saxlayıblar, birinci yoldaşları, birinci övladları, birinci qaynanalar, analar, ən sona özləri. Yəni siz də bizi o ruhda böyütmüsünüz, yəni biz düşünmüşük ki, bax mən yeməsəm də olar, mən geyinməsəm də olar. Təbii ki, bu bir analığın, bir qadınlığın, bir yəni zaten ana qadın olmaq, xanım olmaq elə belə deyil. Yəni biz zaten ən alilərdən idi, yəni xanım olaraq ən alilərdən. Amma bir yerdə də qadın özünü düşünməlidir. Bir yerdə də düşünməlidir ki, məsələn mənim olur ki, pasientlərim deyir ki, deyirəm niyə yubandınız bu qədər? Deyir ki, doktor, qıymadım oğluma, qıymadım qızıma. Bəs qıymadın, indi bəs necə qıyırsan axı? İndi daha son mərhələdə gəlirsən, daha keçmiş mərhələdə gəlirsən. İndi sənin övladın daha çox maddi xərc çəkəcək. Sənin övladın daha çox işindən qalıb səni quş dimdiyində balasını gəzdirən kimi səni gəzdirəcək. Gəzdirməli də boynunun borcudur, o ayrı məsələ. Amma sən vaxtilə qıymadığın övladın bu gün amma səni qapı-qapı gəzdirməli daha olur. Çox vaxtını alacaqsan, daha çox maliyyəsini olur, daha çox maddiyyatını itirmiş olur. Ona görə də dönərək bunu hər zaman deyirik. Qadın birinci özünü düşünsün. Nə olur olsun sağlamlığını düşündün. Çünki onun qadın evi saxlayan sütun qadındır. Qadın yıxılırsa bütün ailə yıxılır. Kim nə qədər desə ki, ər öz keyfində olacaq, övlad öz keyfində elə deyil. Qadın yıxılırsa ailə yıxılır. Ona görə qadınlarımız yıxılmasın. Nə qədər məsuliyyət var, nə qədər yük varsa, bir o qədər də belə deyək də o sütun biz olduğumuza görə əslində o məsuliyyəti yaxşı dərk eləyəndə artıq biz özümüzə dəyər verməyə də orada başlayacağıq. Mənim bir tanışım ailə var. Övladı qan xərçəngidir, uzun illər müalicə alır və ana o qədər fədakardır ki, ana get-gedə öz sağlamlığını itirir uşağını sağaltmaq üçün, ona baxmaq üçün. Asan deyil, bilirik, amma mən hər dəfə onunla danışanda deyirəm ki, baxın siz bir şey başa düşməlisiniz ki, o uşağı sağlamlığına çatdırmaq üçün birinci siz özünüz sağlam olmalısınız. Siz sağlam olmasa, sabah birisi gün siz yıxılsaz, o uşağın müalicəsi də, hər bir şey də yarımçıq qalacaqdır. Yəni qadınlar həqiqətən bunu biz sizin sözünüzə qüvvət onu başa düşməliyik ki, ailəni ayaqda saxlamaq nə qədər belə deyək acı da olsa, amma bir o qədər də şərəfli də olsa, bu bizim vəzifəmizdir. Bu bizim öhdəmiz. Allah bunu belə yaradıb da, bizi belə yaradıb. Biz dəyişə bilmərik ki, biz Allahın yaratdığına qarşı çıxa bilmərik ki, bəyin, ərin öz ailə funksiyası, vəzifəsi başqadır, qadınınki də bu qədərdir də. Yəni biz bundan istəsək də qaça bilmərik və dəyişə bilmərik. Əslində Güney xanım, mənə bir şey də maraqlıdır. Bu sizdən gələn pasientlər ki olur da, onlar
təbii ki, gecikmələr olur. Mən sizdə də izləyirəm, səhifənizdə görürəm və çox təəssüf eləyirəm bu hallara. Amma elə olurmu ki, vaxtında gəlib, elə bir pasiyentiniz olubmu ki, sizə vaxtında gəlib və onun həyatını xilas eləyib vaxtında gəlməsi? Bəli, bəli. Bu sifətimizdə gülüş yaradır. Bu hər bir həkimin yəqin ki, həyatında artıq var belə pasiyentlər. Bu haçan ola bilər Namidə xanım. Bu qadın özünə dəyər verəcək və ildə bir dəfə mammoqrafiya və ultrasəs süd vəzi müayinələrini keçəcək. O qadınlarda biz erkən mərhələni aşkarlaya bilirik. Yəni söhbət millimetr boyda olan, yəni bir var törəmə ələ gəlsin, düyün olsun. Bir törəmənin süd vəzi ələ gəlməsi 1 sm minimum olmalıdır ki, dəri səthinə çıxsın və qadın onu əli ilə hiss eləsin, qaçsın həkimə. Və bir törəmənin 1 sm olmasına qədər ən az 2,5 il vaxt keçir. Yəni qadın onu görmür, hiss eləmir, ağrı yox, bir şey yox. Ya zaten o yüzdən də gələndə ən az 2-ci mərhələ xərçəngi görürük, əgər xərçəng yalnız qoyuruqsa. Amma o kimlər ki, sadəcə olaraq mən ildə bir dəfə mammografik müayinəyə gəlirəm, 35 yaşım olub, ildə bir dəfə mammografiyaya gəlirəm və daha az yaşlıyam, 6 aydan bir ultrasəs müayinəsinə gəlirəm və həkimlərin nəzarəti ilə bütün müayinələrimi aparıram. O qadınlarda çox erkən mərhələdə xərçəng aşkarlanmışıq. Bunu indi bəlkə qəribə gələr bizə tamaşaçıda ki, Günel xanım xərçəngi deyib niyə gülür? İnan ki, bu gülüşü biz xəstələrimizdə də görürük. Doktor, nə gözəl, mən xərçəngi erkən mərhələdə aşkarladım. Çünki onlar üçün prioritet bilsiz artıq kim olur? Dünya ulduzları ki var, müğənnilər, deyək, aparıcılar, hansısa bir Hollywood ulduzlar, hansı ki onlarda da və hətta ki prinsessamız belə deyək, krallıqda erkən mərhələdə xərçənglər aşkarlanıb. Bugün hər bir şey normaldır və həyatlarına davam edirlər. Onlar artıq prioritet onları götürdüklərinə görə düşünürlər ki, bunlarda heç vaxt ölüm hökmü sözü ola bilməz. Mənim bəzi xəstələrim var, deyirlər ki, doktor, ən azı mənim ölüm kağızımda xərçəng sözü yazılmayacaq. Mən xərçəngdən ölməyəcəm. Bu sözü eşitmək bilirsiniz nə gözəl bir şeydir. Nə qədər pozitiv də baxırlar yəni. Hərçənd bu insana biz xərçəng yazı qoymuşuq. Mən hətta ad da çəkə bilərəm. Yəni bir mənim Xalidə xanım adlı bir çox gözəl bir pasiyentim var. Adam illərdir mənim yanıma gəlir və hər il müayinədən keçir. Təsadüfən keçən il mənim yanıma gələndə, yəni adına görə xatırladım o xanımı. Təsadüfən sağ süd vəzi yuxarı bar kvadrantında bir kartinat gördüm, hansı ki 1 millimetrdən də kiçikdir. Ancaq mammoqrafiya görər, ruzi görməz, əldə hiss olunmaz. Qadının sadəcə köhnə mammoqrafiyasıyla təzə mammoqrafiyasını yanaşı qoydum. Gətirdim üzbəyüzə və gördüm ki, bu keçən il yox idi. Dedim ki, Xalidə xanım, burada mühtəmələn ocaqlar başlayıbdı. Bunlar qalsa 2,5 minimum ildən sonra bu xərçəngə çevriləcək. Gəlin bir biopsiya edək. Adamın biopsiya elədiyi 0-cı mərhələ xərçəng aşkarlandı. Bu bilirsiniz nədir? Yəni 0-cı mərhələ xərçəng nədir? Çünki xərçəngin 4 mərhələsi var. Biz amma 0-cı mərhələdə aşkarlayırıq bunu. Yəni bu hələ xərçəngə çevrilməmiş. Yəni bu xərçəng yönü. Xərçəng yönü demək artıq kanalın içində proses başlayıb, amma kanaldan kənara çıxmayıb, süd vəzi kanalından və bu yerində xərçəng deyirlər buna. Yəni hələ yerində fırlanır bu hüceyrələr. Bunlar vaxtında doğru təsbit olunsa, doğru müayinə, doğru biopsiya, doğru orada 2-cə, 3-cə millimetr kəsi ilə və həmin yerə şüa terapiya verilməklə heç bir zaman bu xəstə bir daha mən xərçəngəm sözü deməyəcək. Yəni bu çox gözəl bir nəticədir və mən xərçəngəm sözünü gülə-gülə deyən pasientlər bunlardır. Erkən mərhələdə gələnlər, ya 0 ya 1-ci mərhələdə gələnlər. Amma bizə gələnlər kimlər olur? Ən az əlinə düyün dəyib gələnlər olur və hətta ki qorxudan məndə bu şiş olub, qızartılıb, bilməm nə olubdu. Qohumumda, anamda bu olub görmüşəm, gəlmişəm deyənlərdə artıq biz görürük ki, həqiqətən gecikmiş mərhələlər var. Gecikmiş mərhələ sondurma yox. Sadəcə olaraq bir insan bir şey bilsin. Orta illik 5 il yaşamı götürsək biz dünya statistikasında 0-cı və 1-ci mərhələdə tam sağalma 100%-dir. 4-cü mərhələdə tam sağalma 11%-dir. Yəni görün 99-100% hara, 11% hara. Yəni söhbət ortaqda 90%-in itkisi deməkdir. Və bu 5 illik yaşamdan gedir. Yəni 5 ildən o yana keçməyə bilər bu insan. Yəni biz niyə o mərhələyə gedək? Zaten biz gedəcəyik həkimə. Gec getməkdənsə vaxtında gedək. İnandırım sizə, vaxtında gələn heç bir pasiyent nə bizim otaqdan peşman çıxmayıb, nə getdiyi digər həkim kolleqalarımızdan peşman çıxmayıb, nə müayinə raporlarında xərçəng sözünü oxuyanda belə ağlamayıb. Fikirləşib ki, bir təzyiq xəstəsi kimi, şəkər xəstəsi kimi gəldi mənə, gəldiyi kimi elə qəşəngə gedəcək. Və o motivasiya var onlarda və o ümid var və o inanma var və o elmi tədqiqat nəticələri var. Gözümüzün qabağında pasientləri izləyirik də, sonradan təqibə də gəlirlər və hər bir şey gözəldir onlar. Nə gözəl ki, bu qədər insanların sağlamlığında həqiqətən çox
çox şərəfli bir işdir. Yəni mən həmişə həkimlərin işini şərəfli bilirəm təbii ki, amma bir də xərçəng məsələsində xərçəng elədi ki, burada bir qorxu var, bir ağırlıq var. Bir də burada insanlara sözünün səsləyişi də ağırdır axı Namilə xanım. Yəni nə qədər xoş danışsaq da, amma bir yerdə insanlarda məsələn bir ürək qan damar sistemindən, ürək tutulmalarından, qəfləti ürək tutmalarından ölənlər birinci yerdədir dünyada. Amma görünüz ürəyin adını çəkən varmı? Amma xərçəng deyən kimi hər kəs vəlvələyə düşür. Ya bu insan düşünmür ki, qəzada da ölə bilər ki, qəzalar nə qədər çoxalıb. Bu insan düşünmür ki, ani anevrizmadan beyin qansızlığına ölə bilər. Onu düşünür, amma o bizdə biraz ikinci plandadır. Amma xərçəng diaqnozu deyəndə insanın altı üstü olur. Yəni o qədər bir təlatüm olur və bir də burada yaxınlarının, dostlarının, qohum-əqrabanın, iş yoldaşlarının da burada maarifsiz olması da bəzən bunları qıcıqlandırır. Məsələn, mən dəfələrlə olub ki, liftdə minmişəm, təsadüfən qonşuların səsini eşitmişəm, bir-birindən söhbət ediblər. Deyir, ayda mənim həkim bəs mənə niyə şüa terapiya vermədi? Ruxsuz ki, məndə xərçəng vardı, heç mən ximiya almadım, sağaldım. Və bu bir xanım, bu bir xəstə öz həkimindən şübhələnməyə başlayır. Görəsən, mən mi doğru həkim seçmədim? Ona niyə şüa terapiya verirlər, niyə mənə olmadı? Niyə məndə oldu, onda olmadı? Hansımız görəsən düz və burada başlayır bir zəncir qırılmağa. O çakra deyirik də, o insanın enerji çakrası qırılmağa və o artıq həkimdən başqa güvənsizlik yaranmaq. Öz aldığı, içdiyi dərmanlardan və ya da getdiyi müayinələrdən sanki bir pul tələsi kimi sanki gedirmişəm və ya da standart bir şablon bir müayinə və müalicə kimi gedirmişəm kimi düşünür və burada bir xeyrini tapmır. Ən yaxşı şəkildə oturub həkimlə söhbət eləsin və həkimin onu hər zaman dediyim bir şey var. Həkimin də bilirəm işi çox olur, vaxtı çatmır, iş vaxtı deyilən bir bəlli bir saat və ya da dəqiqə ayırdığı xəstələr var, amma həkimlər bəzi xəstələrə kifayət qədər izah eləməlidir ki, mən onu izah eləyirəm. İzah edirəm, bəzən çək-çöş çəkirəm, vərəq uçqa götürürəm, vərəq qələm götürürəm, hər bir şey ki, bu başa düşsün, bundakı durum nədir? Bunda nəyə görə bu müalicə gələcək? Bunda nəyə görə bu müayinə lazım olacaq? Bunda nəyə görə biz heç nə etmədik, ancaq dinamik nəzarətdə saxladıq xəstəni? Bu onu başa düşsün. Əksi halda mənə də etibar olmayacaq, aldığı müayinə və müalicə prosedurlarında heç birinin etibar olmayacaq, həkimlə güvənsizliyindən artıq bütün enerji balansı itəcək. Həm də ki, Günel xanım, o siz izah etdiklərinizi o artıq başa düşəndə, niyyəsini anlayanda, o liftdəki qadın ona deyəndə ki, mənə şüa terapiya verildi, bu artıq deməyəcək ki, mənə niyə verilmədi. O başa düşəcək ki, onun növündə bu lazımdır. Bunun növündə, dərəcəsində, mərhələsində, görünüşündə, xərçəngin yerləşmə yerində bu lazım idi. O artıq onu müqayisələ aparmayacaq. Biz bəşəriyyət olaraq Namilə xanım biraz müqayisəni sevirik də. Sosial şəbəkədə baxaq, kimsə xoşbaxt ailəsini görək, harca müqayisə edib görsən məndə niyə belə deyil və ya məndə bundan yaxşıdır ya da pisdir. Və ya da geyim olaraq falan kəsə bu daha yaxşı yaraşdı, bu paltar aldıq, amma mənə niyə bu qədər yaxşı yaraşmadı və ya da mən ondan daha yaxşı. Yəni müqayisəni sevirik, amma kəşki bu müqayisə sağlam bir müqayisə ola, sağlam bir rəqabət ola və burada özgüvənsizlik, bir daha deyirəm, qadının özünə güvənsizliyinin aşağı düşməsi, qadının həkiminə və ətrafına güvənsizliyin düşməsi burada bütün enerjini pozur. Dünyanın ən gözəl dərmanı etsə o bir xeyri tapmayacaqdır. Bəli, o daxildəki o inam yoxdursa, o pozitivlik, o enerji yoxdursa, o dərman onu sağaltmayacaqdır. Bugünkü gündə məsələn, yaxşıdır ki, biz şuuraltı terapiyalarda, psixologiyada bunların mütləq təsirini görürük və artıq bunlar cəmiyyətə, belə deyək də, təbliğ olunur ki, insanlar başa düşsün ki, hər şey birinci bizim daxilimizdən başlayır. Yəni daxildən xərçəng diaqnozu qoyulsa belə, onu xoş qarşılayanda belə mən düşünürəm ki, yenmək olacaq onu. Yəni nəinki neqativlərlə. Günel xanım, bəs qadınlarımızda elə miflər varmı ki, o mif qalıb köhnədə, amma hələ də ona inanırlar? Əlbəttə, çox. Əsasda regionlarda bilirsiniz ki, Namilə xanım. Siz regionlara gedirsiniz, regionlar mənə çox maraqlıdır da. Yəni orada yəqin ki, biraz Bakıdan fərqlidir yanaşma. Çox var. İnanırım bunu heç bir tərəzi mizrabına qoya bilməyəcək qədər fərqləri görürəm. Yəni o qədər ki, fərq var regionlarda. Başa düşürəm, çox uşaqlıdırlar, ailə yükləri çoxdur, rayon işi, kənd işi, həyət işi, heyvandarlıq işi, əkinçilik və bunlarda qadınların kişilərlə bərabər sipər gəlib hamısını eləməyə və qadınlarımız mərddir. Mən hər zaman deyirəm, Azərbaycan qadını doğrudan ən yüksəkdə dayanıb, yəni hər bir şeyinə yüksəkdə dayanıbdır. Amma o qədər ki, maarifsizdirlər, o qədər ki, uzaqdılar və o qədər də biraz da dini xurafatları var. Bunu deməyə biraz ağır olar və hörmətsizlik kimi məndən qəbul etməsinlər. Haşa. Bəli, inanclı insanlara biz hörmətsizlik eləmirik. Xurafatda olaraq deyirəm. Yəni hər bir şeydə bir dua ilə mən sağaldım deyə bir şey yoxdur axı. Və ya da filan suyu üfürdüm, bunu içdim, bununla sağalacam deyə bir şey yoxdur axı. Mən bu baxımdan deyirəm, yəni xurafat yoxsa ki, əlbəttə hər kəsin dini inancına çox böyük hörmətimiz var. Hələ nə xoş ki,
regionlarda bunlar daha gözəl qalıblar ki, yəni biz yenə hardasa İslamın bir rayonlarda, bölgələrdə yaşaya bilirik, nəinki şəhərdə. O ayrı mövzudur. Amma bu xurafata gedən bir yollar ki var, qurğuşun tökməklər, bilmirəm, nəsə ipə düyünləməklər, bilmirəm kələm qoymaqlar, bağa yarpağı qoymaqlar ki, dədə-babadan görmüşük bağa yarpağı hər şeyə köməkdir. Ut hindi içirlər indi çox dəbdədir. Bütün xanımlar içirlər. Deyirəm, dünən də bir pasiyent məndir ki, doktor mən ut hindi içirəm. Bu məndə xərçəngin qabağını almır. Deyirəm, baxın, bunlar hamısı tibbdə və xalq təbiətində çox gözəl yeri olan bitkilərdir, tozlardır, ədviyyatlardır və s. Amma bunlar normal müalicə ilə paralel gedə bilər. Bunlar normal müalicəni əvəz edə bilməz. Siz hər hansı bir heyvan qidaları deyim, bitki tərkibli bir şeyləri həkim nəzarəti olmadan eləsəniz, adi bir şey deyim, brokoli hər kəsin tanıdığı bir bitkidir və son illər çox-çox dəbdə olan və tanınan bir bitkidir ki, bir 10 il qabaq biz bu bitkini tanımazdıq. Yəni sizlə mən tanımazdıq, amma bugün bütün marketlərdə və rayonlarda bu bitkiler əkilir və biçilir. İnsan düşünür ki, brokoli, bütün həkimlər danışır, əsasən süd vəzi həkimləri, ginekoloqlar və yaxud da brokoli hər şey dərmandır falan. Gedir alır onu, tonlarla alır, onu içir, doğrayır, yeyir, bilməm duza batırır. Bir növ özünü sığortalayır da sanki. Gəlir yanımıza. Deyir, doktor, bəs necə oldu? Mən bu qədər brokoli içmişəm. Yəni sayır mənə gün ərzində yedikləri brokoli. Deyir, yoxlayırıq. Qan təhlili veririk, görürük qalxanvarı vəzində, deyək ki, onların dillə desə zobu var. Və ya da Hashimoto'su var və ya da nəsə bir, yəni tiroid, yəni qalxanvarı vəzi problemi var. Tam əks göstərir o brokoli. Sən bilirdinmi sən olmaz bu? Deyir, bəs deyirlər ki, brokoli hər şeyə xeyirdir. Deyirəm, xanım, elə deyil də. Hər şeyə xeyir deyərkən, yəni bir doğru bir müalicə ilə getsin yanında o. Biz görsək ki, sənin qalxanvarı vəzin buna imkan vermir, biz sizə heç bir zaman nə brokoli yazmarıq, nə də brokoli tərkibdə olan bir preparat yazmarıq. Yəni adi biolojik tip qidalar ki biz pasientlərə yazırıq. Orada belə seçici xarakter daşıyırıq ki, burada məsələn brokolinin miqdarı çoxdur belə deyə. Bunu xanım düşünmür və gedir alır brokoli. Xeyirdir deyilən bir şey bir yerə qədərdir. Bunu tənzimləyə biləcək yeganə insan həkimdir. Yəni həkimdən qaçmayın. Yoxsa xalq təbiətinə niyə üst tutdunuz, xalq təbiətinə niyə istifadə elədiniz biz demirik. Amma burada çox-çox doğru olmayan nəticələri görürük. Ən əsas da bu gözə inanmaq, nəfsi qaytarmaq. Mən çox pasientdə görən bir deyirlər, sən unsunmusan, şişmisən. Rayon pasientləri deyir, nədənsə şişmisən, ona görə döşün şişib. Adamda xərçəng 4-cü mərhələdir. Qonum-qonşu bunu inandırıb ki, sən şişmisən, qaşığı batırıblar, isti oda yapışdırıblar süd vəzinə ki, bunun qoxusun geri çəksin. Yəni insan gələndə bilmirsən bunun ağrısına o haykırışı var, dəmirin haykırışına isti qaşıq yapışdırmaq nə deməkdir? Ona mı kömək eləyəsən? O anda yaranan infeksiya mı oradan aparasan? Yoxsa bunu xərçənglə mübarizə aparıb biopsiyasını elə aparasan? Biopsiyanı hardan götürəsən? Bax bu faciə. Buradan başlayır faciəmiz. Buradan başlayır doğru olmayan yanaşmamız. Buradan başlayır bizim həkimdən başqa hər kəsi dinləməyimiz. Mən çox məyus oluram. Yəni bəzən pasiyent də bizim otağımıza gəlir, Namilə xanım. Gəlir və sənə dərs keçir. Hərdən bir belə emosional olaraq mən də qayıdıram ki, xanım, gəlin belə, mən durum, siz oturun, siz mənə məsləhət verin. Yəni bəs mən burada nəyə oturmuşam? Mən sənə doğru yolu göstərəcəm və sən deyirsən ki, doktor bu lazım deyil, bunu eləmişəm, bu lazım deyil, bunu içməyəcəm, bunu yeməyəcəm, bunu də onda nəyə gəlmisən və ya da niyə dünyanın pulunu da xərcləyirsən mənim otağımda? Mən səndən çox bu dəqiqə daha çox mənə ehtiyacı olan pasientə kömək edə bilərdim. Nəinki sən məni bu dəqiqə zamanıma apardın. Çünki öz bildiyi yenə yedirsən. Gəlib mənlə söz güləşdirəcəksən. Mən deyərkən bu tək mən deyiləm, bütün həkimlərə aiddir. Gəlib bizlə söz güləşdirəcəksinizsə, o lazımdır, bu lazımdır, boş bir şeydir, yazdı deyirsən, niyə onda gəldin yanıma, niyə mənim zamanımı apardın? Mən o 45 dəqiqə məsələn ayıracaq zamanımı mən daha həqiqətən ehtiyacı olan pasientə versəydim, bəlkə də onun vaxtında, daha erkən vaxtda bir diaqnozunda, yəni xəstəliyin sağlamlığının qarantisi olardım da, nəinki onu gelişdirə bilərdim, yəni saatlarda. Məni gözləyəcəkdə orada əsəbləşir axı, düzdürmü? Günel xanım, belə danışırsınız və siz danışırsınız, mən sizi izləyirəm, dinləyirəm, təbii ki, və həmişə də mütəmadi o proseslərinizə bələd olduğuma görə məndə belə fikir yaranır ki, Günel xanım sanki həmişə kimisə sağaltmaq üçün tələsir. Ki, qaçır ki, mən bunu da sağaldım, bu insana da tez çatım, bunu da tez aşkarlayım, buna da bir faydam toxunsun. Yəni biz həyata gecikməmək deyirik, siz sanki xəstəni sağaltmamağa gecikmək istəmirsiniz də, yəni sağaltmaq üçün tələsirsiniz, yəni. Ki, bu zamanı o kəşkilərlə mən başa düşmüşəm. Bəzən mənə deyirlər ki, sən necə oldu bu qədər günlər həyata işğal oldun, necə oldu ki, yəni həyatda heç bir sənin problemin yoxdur. Bu sözü mənə o qədər deyənlər olub. Yəni bizim kimi, yəni onkoloji xəstəliklə işləyən pasientlər, həkimlər əsasda bu ünvanlanır. Deyirəm, baxın, biz gün ərzində otaqda minimum 10 pasientə baxsaq və onundan 5-də, 8-də
xərçəng görsək və onların kəşflərini eşitsək, biz hər dəfə oradan şükranlıqla çıxırıq ki, Allah çox şükür, mənim nədir dərdim? Mənim bu gün mən nəyi dərd edirəm yəni? Çəkirəm. Yoxdur bu çaşqanız olmasın. Yoxdur bu geyiminiz olmasın. Yoxdur bu qızılınız bu da olmasın. Bu olmasa bunun əvəzedicisi də olacaq. Bunun hər bir şeyin əvəz eləməyə də olar. Bu gün köhnə bir bardaqda da su içə bilərik. Biz bilmirəm, bəlkə evimizdə çox rahat da olmayan bir yatağımız ola bilər. Eybi, amma əsas o ki, mən evimin altındayım. Öz damımda, öz yoldaşımın, öz övladımın, öz anamın, öz atamın və bacı qardaşımın, sevdiklərim, dostlarımın yanındayım. Əsas budur. Biz amma nə edirik? Müqayisələr. Bayaq dediyim müqayisəyə gələ çıxırıq. Onun evi məndən yaxşıdır, onun yoldaşı məndən yaxşıdır, onun uşağı məndən yaxşıdır. Getdi, oxudu, qurtardı, nə bilim falan yerdə işlədi, falan qədər maaş aldı. O tez sağaldı. Mən niyə geç sağaldım? Bax, bunlar bizi məhv edir. Bu gündə çox geri salır. Çünki yenə də deyirəm, hər bir şey beyindən başlayır və şuur altından başlayır. Beynimizdə o aqressiyanı yerləşdirdikcə və bilirsiniz Namidə xanım, Hipokratın dövründə, yəni tibbin adı Hipokratla bağlıdır. Hipokratın dövründə bir söz yazılmışdı ki, o söz onun sözüdür, cümləsidir. Mən onu öz bukletlərimdə arxada xırda cümlə kimi yazmışam. Hər bir xəstəliyin kökündə bir neqativ güc dayanır. Yəni bunu Hipokrat deyə vaxtlar. O zaman hələ tibb bu qədər inkişaf etməmişdi. İslam'a gəlsək, şeytan anlayışı bu qədər yox idi ki, yəni desinlər ki, şeytan yaratdı bu xəstəliyi. Tibbə gəlsək, fizika elmi bu qədər inkişaf eləməmişdi. Enerji anlayışı, kvantum anlayışı, nə bilim, bu belə deyək, çakralar anlayışı, bunlar bu qədər inkişaf etməmişdi və bütün bunların inkişaf eləmədiyi dövrdə Hipokrat bu sözü demişdi. Hər bir xəstəliyin kökündə bir neqativ güc dayanır. Bugün o neqativ gücün çoxsu özümüzdədir. Biziz hardadır Namidə xanım? Nifrət edirəm sizə. O nifrət mənim enerji balansımı pozur. Kim bəsləyirəm sizə? O mənim enerji balansımı pozur. Bağışlaya bilmirəm sizi. Bax, o mənim enerji balansımı pozur. O yüzden hər gələn pasientdə ilk dediyim olur. İstəyir bundan sağlam insan olsun, istəyir xəstə pasiyentim olsun. Deyirəm ki, baxın, gedin güzgü qabağında dayanın və birinci özünüzdən üzr istəyin. Özünüzü bağışlayın. Niyə özünüzdən üzr istəyin? Mən icazə vermişəm, məni incidiblər. Mən icazə vermişəm, arxamdan bıçaq vurublar. Sərhədlərimi keçiblər. Mən icazə vermişəm, məni boşayıblar. Mən icazə vermişəm, mənə xəyanət ediblər. Bax, sən özünü bağışla, atma günaha, övladın belə elədi, yoldaşın belə elədi, qaynanan belə elədi, bilməm, falan dostum bunu elədi, iş yoldaşım, müdiriyyətim bunu elədi. Bir yerdə sən deməyə boşluq yaratmısan və sən buna icazə, öz yolu açmısan, o da gəlib bunu edib sənə. Sən özün üzr istə, özünü bağışladığın müddətdə bu xəstəliklər sənə uzaq olacaq və bu elmdir, bu fizikadır Namidə xanım. Bunu kəş ki hamımız başa düşək. Kinlə saxlayırıq özümüzü falan kəsin kini 20 il bundan qabağın söhbətini açırıq. Bəli. O mövzu çoxdan unudulub, hər adam mövzu beynimizdədir. O adam bəlkə də ölüb gedib, hər adam mövzu beynimizdədir. Bunlar bizim enerji balansımızı pozur. Ona görə də hər bir xəstəliyin kökündə Hipokratın dediyi kimi bir neqativ güclərini, gəlin o neqativ gücdən özümüzü arayaq. Günel xanım, bir tərəfi də var da, məsələn, o neqativlər dediyimiz, mənfi fikirlər dediyimiz, müqayisə dediyimiz, siz müqayisə dediyinizin adını mən özlüyümdə həmişə hərislik adlandırmışam ki, bizdəki hərislik imkan vermir ki, biz bu günümüzü yaşayaq. Niyə o yoxdur, niyə bu yoxdur, niyə o olmadı, niyə bu çatmadı? Bu hərislik kimi mən onu qəbul edirdim. Məsələ nədir və bunu biz içimizdə yaşayanda əlimizdə olanların dəyərini bilmirik və əlimizdə olanların dəyərini bilmədiyimizə görə dolayısıyla xoşbəxt ola bilmirik. Xoşbəxt ola bilmədiyimizə görə səhhətimiz, yəni nizamında getmir. Yavaş-yavaş başlayır. Hamısı zəncirvari. Hamısı başlayır artıq səhhətimiz bir yerdə, artıq orqanizm deyir ki, məni dinləməlisən də. İçimizdə yatırdığımız neqativlər, mənfi emosiyalar, duyğular, basdırılmış duyğuların da bir yaratdığı fəsadlar var təbii ki. Və bunlar da bizim xoşbəxtliyimizə və ən əsası sağlamlığımıza mane olur, yəni gətirib çıxarmır. Günel xanım, sizin səhifənizdə bir paylaşma rast gəlmişdim. Bilmirəm nə qədər burada onu emosiyasız şəkildə ötürə biləcəmsə, hətta mən o paylaşımı görəndə düzünlüyüm ki, ağlamışdım. Bir xanım gəlmişdi sizin yanınıza. Hamilə idi, səhv eləmirəmsə hamiləliyinin ilk aylarındaydı və xərçəng olduğunu siz ona dediniz ki, təəssüf ki, xərçəngdir və orada onun verdiyi sual var idi ki, uşağım sağ qalacaqmı? Namidə xanım, o videomuz bir saat içində elbəttə bütün respublikada baxmayan adam qalmadı o videoya. Yəni bu sözü sevmirəm deməyə, baxış sayı çox oldu, sözünü sevmirəm, amma sosial şəbəkədə bir baxışlara baxırıq da, düşüncəm elə oldu ki, buna baxmayan adam qalmadı. O qədər partlayış oldu o video. Birisi nəyə görə? Orada sırf o ananın sualına görə. O çox incə bir məqamı idi. Yəni adam öz sağlamlığını qoydu kənara, anında, yəni analıq instinkti dediyimiz bu olsa gərək. 20 yaşı var və o qızımız çox keçmiş mərhələdə 4-cü mərhələ, yəni çox bədənin hər yeri, bilməm orada videoda fikir verdinizmi, hətta
hətta dəri üzərində qızartılar da var idi. Bulurlanmışdı deyə o görünmədi. Həm bu biraz bürülaşmışıq etik normativlərə görə, amma xanımın 20 yaş xanımın hər yerində artıq metastaz var idi. Məsələn budur ki, xanımın 20 yaşı var və 2 aylıq ana idi artıq, ana olmuşdu o anadır. Ana idi və oradan görə orada, yəni orada deyim ki, yəni hara getsəz, yəni 20 yaş bizim üçün uşaqdır da, amma o artıq bir anadır və ana olaraq ilk dediyi sual oldu ki, doktor bu mənim övladıma keçə bilərmi? O bizi nədən qorxdu? Hamiləlik vaxtı görsən övladıma keçibmi? Ya da süd vermişəm 2 aydır övladıma keçibmi? Bu sualı bir tibbi tərəfdən deyəcəm. Heç bir xərçəng anadan övlada südlə keçmir. Heç bir xərçəng südü verməklə və ya da doğuş zamanı və ya 9 aylıq hamiləlik müddətində oradan uşağa keçmir, rahat olsun xanımlar. Amma heç bir ananı Allah xərçənglə sınamazdan hələ bir gənc yaşda. Bu xanımın problemi nə idi? Bu xanım 19 yaşında ailə qurubdur. 19 yaşından əvvəl görünür bunda bu törəm olub. Sadəcə olaraq bilmirdir bunu. Çünki kimin ağlına gəlir 18-19 yaşlı qızda xərçəng sözü? Yəni deyəndə insanlar deyirlər ki, hətta biraz böyük, irəli yaşlı xanımlar əşib bəsdir, qutarın bu həkimlərdən, uşağı da xərçəng diaqnozu qoyulur. Yəni bəzən belə azdırırlar da, yayındırırlar həkimlər. Heç kimin ağlına gəlməz ki, bunun döşündə düyün var və bu adam gedir ailə qurur, bu adam gedir hamilə qalır. Hamiləliyi biz çox müqəddəs və ali bir period saysaq da, tibbdə bu böyük bir bədən üçün stressdir. Nə qədər də gözəl stres olsa, amma bədən üçün stressdir. Gözəl stressdir, övladım olacaq. Bəli. Allah olmayan hər bir kəsə qismət pozitiv stres deyək. Amma bu bir stressdir, adı üstündə stres. Çünki bədən 9 ay müddətində o hormonların təsiri altında qalır. Hipofiz başlayır oradan fəaliyyətə, qalxanvari vəzi başlayır buradan fəaliyyətə, yumurtalıq hormonlar. Birisi bütün orqanizmdə sənin indi kimi yaşamadığın bir hormonal, bir xaotik bir dəyişim başlayır. Və təbii ki, bu sənin bir qadını ana eləmək üçündür. Yəni normal bir sağlam övlad uşağı dünyaya gətirmək üçündür. Amma bu periodda səndə öncədən xərçəng var və sən bilmirsənsə, o da mı rahat oturacaq ki, bunu ana edirəm? Yox. O əksinə hormonlarla qidalanacaq, o hormonlarla yetişəcək, o hormonlarla qanlanacaq və qadın ana olanda xərçəng üzə çıxacaq. Bu qadının sualı buydu birinci ki, doktor bu mənə neçə vaxtı var dediyi çoxdan da rahat 2 ildən çoxdur səndə var. O vurdu hesabladı ki, sonunda nişanlı da deyildi. Demək bu öncədən olub, sadəcə ələ gəlməyib və ya da həkimə getməyib, və ya da getdiyi həkimlə fibroadenoma diaqnozu çox məşhurdur gənclərdə, qızlarda fibroadenoma deyərək keçişdiriblər və bu adam hamiləlik müddətində hormonların baskısı nəticəsində daha da aqressivləşib, xərçəngin daha irəli mərhələdə və doğuşdan sonra bir də süd verib, süd vermədə özü bir başqa hormonal stres, yəni xoş stres, yenə də deyirəm, bunu səhv anlamasınlar, xoş stressdir, amma belə xəstələrdə baxın, yəni nə qədər bir nəticəsi fərqli olur və sondan oldu bu xərçəng daha da yayla getdi. Qadın bir dayaldı ki, döş qızarıb. İkinci məsələ, xanım başqa bir həkimə gedir, başqa bir həkim yenə də düşünür ki, bu süd verir. Süd verdiyinə görə yəqin ki, mastit yaranıb. Bütün analarda olan bir süd vəzi iltihabıdır. Bir də başlayıb ona görə uzunazadı müalicələrə. Müalicələr nəticə verməyincə təbii ki, pasiyent götürüb yenə qapı-qapı gəzib digər həkimlərə gəlib çıxdı. Bizə təsdiq olundu ki, burada süd vəzi xərçəngi var və gəlirəm bunun emosional tərəfinə. Nə qədər də desəm mən həkiməm, nə qədər desəm ki, mən möhkəm insanam, nə qədər desəm ki, bir insan bu cür insanları nə qədər görürsən zaten. Burada mənim gözüm qabağında bir qızcığaz dayanmışdı və təzə ana olan bir qızcığaz. Hər yerin insan qabağına bir özü keçir, bir övladı keçə bilir, Allah qorusun onları. Onların növbətə olan mərhələləri artıq sənin gözünə gəlir. Onun hələ o uşaqlar bilmir onu nə gözləyir və orada qadının o sualı, xanımın o sualı ki, o qızımızın o sualı ki, mənim övladıma keçirmə məni məndən almışdı. Və mən özüm sizdirsə o videoya baxıb ağlamışam. Mən o videonu paylaşmaqdan qabaq da ki, paylaşılmamışdan qabaq belə dəfələrlə baxdım, hələ bəzi yerlərini kəsdim və dəfələrlə ağladım ki, bu nə böyük bir sualdır. Mənim övladım yaşayacaq. Yəni mən övladıma keçəcək. Hələ də gəlir o pasiyentin müalicəsi davam edir. İnşallah xeyirlisi. Yaxşı olsun, tək yaxşı nəticə alasınız. Günel xanım, analardan danışdıq, qızlardan danışdıq. Allah hamımızdan sağlam olanlardan da uzaq eləsin. Siz də bir qız anasısınız. Bəli. Çox sağ olun. Və həmişə izləyəndə məndə yaranan fikir budur ki, Günel xanım bir tərəfdə həkimlik peşəsi qaça-qaçda. Bugün çox şükürlər ki, Günel xanım ikinci baharını çox gözəl şəkildə yaşayır. Allah nəzərdən qorusun. Və bir tərəfdə övladınız xaricdə təhsil alır. Onun məsuliyyəti gözünüz aydın olsun. Bu arada bir daha təbrik edirəm. Növbətlərə qismət olsun. Hər zaman fəxriniz olsun inşallah. Və bir tərəfdə qız övladının təhsili, bir tərəfdə ikinci baharı yaşamaq, bu ailə məsuliyyəti, bir tərəfdə də iş.
Günel xanım yorulmurmu? Yoxsa bu da xoşbəxtliyin bir belə deyək də əsas açarlarıdırmı? Bu sual çox basit verir mənə doktor. Bir həftə içi Bakıda işləyirsiniz, həftə sonunda regionlarda. Bəs bu baxırıq ki, Zəhriyə də çatırsınız, Cumali bəyə də çatırsınız. Bilmirəm, ananızı da aparırsınız konsertlərə falan. Bunu necə çatdırırsınız? Dediyim bir şey var Namiq xanım, hər bir şey sevgi ilə olan, ortada sevgi qoyulursa orada, o sevgi ilə çatdırmaq olur. Deyim ki, ideal çatdırmaq olmaz. İdeal burada balansı qorumaq çox çətindir. Həm karyeran olsun, həm işində əla olasan, həm karyeranda, həm ailəndə hər şey 100% olsun, həm övladına qarşı diqqətli məqsədin. Bu mümkün deyil məncə. Amma bir yerdə sevgi girirsə ortaya və bir yerdə həm peşənə, ailənə, övladına sevgin girirsə, yoldaşına sevgi girirsə, burada vicdanla yox da sevgi ilə balanslaşdıra bilirsən bunu. Yəni bir vicdan əzabı çəkirsən ki, ayda ailəmə çatdırdım, işim qaldı, işimə çatdırdım, qızım qaldı, övladım qaldı. Amma bir yerdə sevgi, Allah sevgini o qədər çox eləyib ki insanlarda. O zaten biz sevgi ilə yaradılmışıq da. Allah bizim onun bətnimizə, bizim ruhumuza üfürüb də o sevgini, nurunu üfürüb də. O sevgi bizə inanırım hər şeyə çatar. Yetər ki orada bir həm ilahi eşq olsun, həm bəndəyə və övladına İmam Əli əleyhissalamdan soruşurlar ki, sən o bir sevgi necə parçalana bilər? Buradan deyirsən Allahı sevirəm, buradan deyirsən xanım Zəhra mənim xanımımdır, onu sevirəm, buradan deyirsən övladlarımı sevirəm, deyir ki, mən yoldaşımı şəfqətlə sevirəm, övladımı şəfqətlə sevirəm, xanımımı qadıncasına sevirəm, Allahı ilahi eşqlə sevirəm. Bu sevgilər tamamilə fərqli bir sevginin formalarıdır, bölünür. Biz də işimizi də başqa sevgi ilə sevirik, ailəmizi də, övladımızı, amma şükür ki, sevgimiz çatır məncə. Çox şükür. O sevgini sizi heç vaxt tərk eləməsin. Çünki həqiqətən mən əminəm ki, bir çox qadınlar da sizdən o pozitivi alırlar. Siz də bir çox qadınlarda nəyəsə vəsilə olursunuz. Bundan buna əminəm, yəni. Günel xanım, vaxtımız yekunlaşır. Çox təəssüf. Sizlə söhbət eləmək çox qəşəngdir, bilirsiniz. O qədər danışacağım şeylər var sizə, o qədər verəcək suallarım var sizlə, amma vaxt məhdudiyyəti. Amma son iki sualım olacaq sizə. Birinci bunu bilmək istəyərdim ki, məsələn, artıq podkastımız yekunlaşır, düşünürəm ki, qadınlar bizi zövqlə izlədilər və qadınlarımıza deyəcək bir fikriniz, sözünüz olsaydı, bax, onu necə ifadə eləyərdiniz? Nə deyib səslənərdiniz xanımlara? Bu sözü podkastdan istifadə edib demirəm, çünki otaqda da öz pasientlərimə də deyirəm, qızıma da bunu deyirəm. Buradan da sizin izləyicilərə və bizi buradan izləyən hər bir kəsə, hər bir xanımı alıram. Bəzi insanlardan yaşca yuxarıyam, amma təbii ki, yaşda məndən böyük olanlardan dönərək üzr istəyərək belə bir mesajda bulunacağam. Özünüzə dəyər verin. Nə olur olsun özünüzü son prioritet saxlamayın. Sonda mən yeyərəm, sonda mən geyinərəm, sonda mən yaşayaram, sonda mən gəzərəm və sonda mən müayinə olaram deməyin. Yox deməyə bacarın həyatda. Çox önəmlidir. Ən böyük məsələ qadınların yox deyə bilməməyidir. İstir övlada, istir həyat yoldaşına, istir sevdiyi bir insana, istir işində müəyyən bir çərçivələrdə yox deməyi bacarmadığımız müddətdə biz əziləcəyik. Mən demirəm kimsə burada həyasızlıq eləsin, kimsə burada öz başına dikbaşlıq eləsin. Yox, hər şeyin qədəri var, hər şeyin öz gözəl şəkildə distansiyanı saxlamaq qabiliyyəti. Sən elə bir baxışla yoxu deyə bilərsən ki, o insan, o ətraf, o çevrə, o ailə səndə orada bir stop eləyək deyə düşünər. Sərhəddini qoymuş olarsan. Sərhədimizi qoruyaq və bu yoxların içində siz nə qoyursunuz qoyun. Məncə yox deməyə qadın bacardığı müddətdə daha xoşbəxt olacaq. Belə deyək də, qadınlar güclü olmağı yox, xoşbəxt olmağı seçsələr məncə daşlar yerinə oturacaq. Yəni Günel xanım, bir də ki, keçən podkastımızdan bizə bir sözünüz var idi. Demişdiniz ki, gələn dəfə sizə şeir deyəcəm. Çox emosional tərəflərimiz oldu, amma bir şeir də sizdən eşitsəm, ondan sonra izləyicilərimlə sağollaşacağam. Bayaq mən içəri girən kimi siz bunu kaş öncədən biraz hazırlaşardım, amma biz heç vaxt hazırlaşmırıq da sizlə. Zaten o qədər uşaqlıqdan mən Məmməd Səid Ordubadi nəticəsiyəm, qardaş nəticəsiyəm. Yəni damarımızda bir şairlik, dramaturqluq, ədəbiyyat tərəf atır və bunu da bizə yaşadı. Mən hər zaman deyirəm, mənim anam, Vətən xanım o qədər uşaqlığım. Allah bütün analara sağlıq versin. Rəhmətə gələn Allahdan rəhmət edirəm. O qədər uşaq vaxtından bizə aşılayıb ki, bu ədəbiyyat sevgisi, tarix sevgisi və sonra da təbii ki, müəllimələrim, məktəb müəllimələrimin hamısına, başda Zemfira müəllim olmaqla, yəni bax bunların adları birdən gəldi. Hamısının qarşısına baş əyirəm ki, onlar ədəbiyyatı mənə sevdirdilər və mən çox xoşbəxtəm ki, o qədər ədəbiyyat oxudum, o qədər şeir oxudum, klassiklərdən tutmuş müasir yazarlara qədər, amma təbii ki, evimizdə ən çox bizə səsləyişi olub Bəxtiyar Vahabzadə dahi şairimiz, sevimli şairimiz Bəxtiyar Vahabzadənin şeirləri. Ondan bir şeir deyərəm. Səhvlərim olsa üzrlü sayın. Canım əsarətində
özüm yol ayrıcında. Alışıram, yanıram öz odumun sacında. Heç kəsə inanmadım, təkcə sənə inandım. Mən səni öz ömrümə həyat mənbəyi saldım. Sənsə bunu qanmadın. Sən hamıya inandın, tək mənə inanmadın. Dağıtdılar qəlbini, dağıtdılar bağrını. Hələ yaran istidir, sən bilmirsən ağrını. Qəzəbinin odundan qəlbin soyuqdur hələ. Sən nə itirdiyindən xəbərin yoxdur hələ. Sən ki mənim oduma alışmadın. Nə olar? Əminəm ki, gün gələr, alışarsan üstünə. Amma bircə ricam var. Dizlərinə döyəndə gəlmə qəbrim üstünə. Ay, Dizlərinə döyəndə gəlmə qəbrim üstünə. ay Güney xanım çox sağ olun. Təşəkkür edirəm. Həm həkim olasan. Allah Vahapzadə rəhmət eləsin. Allah rəhmət eləsin. Şairlərimizə. Deyirəm sizin sözünüzə qüvvət. Valideynlərimiz həqiqətən bizim yetişməyimizdə çox önəmli rol oynayır. Siz elə eynən yəqin ki bizim analarımız bizi böyüdəndə hamısı eyni xəttlə böyüdübdü. Mən özüm filologiyanı bitirdiyimə görə hər zaman vurğulayıram ki, məni o cür yetişdirən anam olub. Gecələr otururdu mənə məsələn şeirlər oxuyurdu. Bəxtiyar Vahabzadədən, Səməd Vurğundan, Süleyman Rüstəmdən hamısını təhlil eləyirdi. Burada şair nə demək istəyibdi? Lermontovdan, Dantesdən, bu məsələn hamısı hə və yetişdirdi. Anam məni bu cür yetişdirdi. Allah bütün analara ömür versin. Allah deyilməsin, həqiqətən onu. Yaxşı ki belə yetişdiriblər. Peşmançılığımız yoxdur. Biz də bizdən sonrakı nəsillərə təəssüf ki, indikilər nə şeir, nə ədəbiyyat, nə kitab o qədər uzaqlaşıblar ki, amma bacardığımız qədər onları da biz də heç olmasa tarixə və ədəbiyyata qarşı sevgi ilə böyüdə bilsək, mən düşünürəm ki, cəmiyyət daha güclü ayaq qalacaq. Çünki mənəvi dəyərlərimizdən və kökümüzdən uzaqlaşmamalıyıq. Heç bir zaman sözlərdə çaşmayacaqlar və həyatda söz haqqları olacaqdır deyə düşünürəm. Əminəm. Güney xanım təşəkkür eləyirəm. Çox sağ olun gəldiyinizə görə. Bilirəm ki, burdan yenə pasiyentə qaçacaqsınız. Bilirəm xəstəxanaya qaçacaqsınız. Çox sağ olun ki, bu qədər qrafik içərisində bizə vaxt ayırdınız, gəldiniz mənə. Heç düşünmədim ki, bizə burada kamera çəkir. Heç düşünmədim. Elə bilim sadəcə bir dostumla sizlə əvvəldən planlamırıq da heç nə. Sadəcə söhbət eləyirik. Yəni bizim söhbət yerimiz də buradır. İnşallah. Hər zaman. Təşəkkür edirəm. Görüşərik inşallah. Yorulmayasınız. Sizə hər zaman uğurlar. Yaxşı ki varsınız. Əskik olmayın. Yaxşı ki siz də varsınız. Təşəkkür edirəm. Belə əziz izləyicilər, düşünürəm ki, sizlər üçün burada olduğu qədər gözəl, burada çox gözəl abu-hava var və düşünürəm ki, sizlərə də o abu-havanı ötürə bildik. Həm emosional məqamlarımız oldu, həm tibbi bilikləri Güney xanım çox sağ olsun sizlər üçün çatdırdı və düşünürəm ki, gözəl podkastı sizlər üçün belə deyək ərsəyə gətirə bildik. Əgər sona qədər izlədinizsə, bizi bəyəndinizsə, mütləq bir like işarəsi ilə bunu bildirin və kommentariyalarda da fikirlərinizi yazın ki, biz də oxuyaq görək sizə nələri ötürə bilmişik. Sizinlə sağollaşıram. Növbəti podkastlarda görüşərik. Hələlik çalışın, sağlam qalın və xoşbəxt qalın.